Vaxtınız xeyirli olsun. Kanalımıza belə bir sual göndərmişdim. Hansı sözün tərkibində istənilən halda leksik şəkilçi var? Doğru cavab verənlər də var, yanlış cavab verənlər də var. Bugün sizinlə izaha bölüşürəm. Sualda qeyd olunub ki, hansı sözün tərkibində istənilən halda leksik şəkilçi var? Yəni, biz bu sözləri müxtəlif variantlarda düşünə bilərik, müxtəlif mənalarda anlaya bilərik. Lakin bütün mənalarında söz düzəldici leksik şəkilçi olsun. A variantından başlayırıq. Qoruma sözünü iki cür düşünə bilərik. İsim kimi və feil kimi. İsim kimi düşündükdə qoruma. Məsələn, o öz qoruması ilə bura gəlmişdi. Bu zaman mənə leksik şəkilçi olur, vurğu qəbul edir. Bir də var ki, inkar feil kimi düşünün, mənə vurğu qəbul eləməz, qoruma. Onları qoruma. Lakin gördüyünüz kimi ikinci düşündüyüm mənada leksik şəkilçi olmadı. Ona görə də A variantını silirəm. Qalan sözünü üç cür düşünə bilərəm. Bir var ki, məsələn, bir şeyi üst-üstə yığıb, qalayıb üst-üstə qalaq yaradıb. Burada leksik şəkilçi var. Lakin əmr şəklində fikirləşsən, məsələn, gəl bu gün burada qalaq. Akt bütöv qrammatik şəkilçi olur. Birinci şəxsin cəminin sonluğu. Bir də var arzu şəklində düşünə bilim. Kaş bu gün burada qalaq. Qal sözün kökü, A arzu, Q'dakı şəxs sonluğu. Yenə də nə olur? İki qrammatik olur, leksik şəkilçisi olmur. Ona görə B də gedir. Dalan sözünü biri var ki, dalmaq feili suya dalmaqdır. Yəni görünməyəcək dərəcədə suyun içinə girmə, anda feili sifət şəkilçisi. Məsələn, suya dalan oğlanı tapa bilmirdilər. Məsəl üçün deyirəm, hansı oğlan dalan feili sifət olur orada. Bir var dalan bütöv kök olsun isim mənasında. Hansı ki, küçə qapısından içəri gedən yolları, ora dalan deyirlər, üstü örtülü və yaxud üstü açıq o yola dalan deyilir ki, orada ümumiyyətlə heç bir şəkilçi yoxdur, bütöv kök olur. Bir də dalan sözündə dalamaq feili var. Dalamaq, belə deyim də, məsələn deyirik, gicitgən əlimi daladı. Yəni ki, yandırdı, gicitdi. Gicitgən əti toxunub gicitir axı. Dalamaq o deməkdir. Məsələn, dalaşqan sözün kökü. Dalamaq feili var, o dala. Dalamaq feili n-da leksik şəkilçi kimi düşünürsən. Məsələn, əlim dalandı tutalım ki. Məsələn, əlim dalandı da artıq dalamaq feilinin məchul növü. Məsələn, ətim dalandı. Gəlin onu da qeyd eləyək. Belə. Amma yəni iki versiyada leksik şəkilçi olmaq üçün bunu çıxıram. Qaldır sözünü ancaq bir cür düşünə bilirəm. O da ki, bütöv kök kimi. Qətiyyən bunu qal sözündən qaldır kimi düşünə bilmərəm. Ona görə bu da gedir. Cavabımız olur Y variantı. Satmaqdan satış, da yerli hal şəkilçisidir, şəxs sonluğu. Yəni burada istənilən halda ış leksik şəkilçidir. Ona görə də cavabımızı elə Y götürdüm.